Bədgümanlıq nədir? Yəni Allahdan xeyir gözləntisində olmamaq. Yəni Allahın rəhmətinə ümidvar olmamaq. Adamın ürəyində Allaha qarşı bədgümanlıq olur, özü də bilmir. Yəni Allahın rəhmətini lazımi şəkildə dəyərləndirmir. İntizarı, gözləntisi az olur Allahdan, səhv gözlənti də olur. İndi açacağım bu mövzunu. Baxın mövzunun önəminə. Fəth surəsindən ayə oxuyuram sizə. Və yuazzibul münafiqinə vəl-münafiqat. Buyurur ki, Allah münafiq kişi və qadınlara əzab verəcək. Vəl-müşrikinə vəl-müşrikat. Müşrik kişi və qadınlara da əzab verəcək. Müşrik və münafiq kişi və qadınlar ki, Allah onlara əzab verəcək. Onların əsas xüsusiyyəti nədir? Buyurur ki, əzzaninə billah zənnəs-səv. Allah barədə bədgüman olandılar bunlar.